Hətta bir araşdırmada baxın insanlar necə, yəni asanlıqla aldanırlar. Bu filmin adı yadımdan çıxır. Amerikada məşhur bir filmmiş. Deyəsən Doktorlar filmi idi. Türklər də onun birini çəkmişdilər. Həkimlər nəsə. Orada oynayan bir həkim rolunda oynayan, yaxşı rolda oynayan bir adam var idi. Onu götürüb filmdə bir obraz olmasına baxmayaraq, bu gerçəkdə həkim deyil. Onu reklam üzü etmişdilər. Və o hər hansı bir dərman mı satırdı ya vitamin mi satırdı, o reklamda reklam edirdi. İnsanlar çox etibar edirdilər və o həmin məhsula çox böyük rəğbət var idi. Bir müddət sonra bu adamın adı o mənfi bir işdə hallanır. Oğurluqda mı ya aldatmada mı? İnsanlar bilirlər ki, filmdən onu xaric edirlər. İnsanlar artıq bilirlər ki, bu adamın adı o qədər də etibarlı deyilmiş də, yəni. Sonra o filmə başqa bir adam gətirirlər, eyni. Yəni, sadəcə sima dəyişib, rol eynidir də. Onu da reklama çəkmişdilər. Və insanlar yenə həmin o, necə deyərlər, reklam vasitəsilə həmin məhsula olan rəğbətləri yenə də, yəni o məhsul olan istəkləri yenə də olduğu kimi qalmışdır. Çox qəribədir, deyilmi?